Salamlar, vaxtınız xeyir olsun. Mən Algözəl Akşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, hal-hazırda ali təhsil müəssisələrində təhsil alan tələbələrin dil kurslarına yönəlməkdən bəzən qaçması, yaxud heç həvəsinin olmaması mövzusundan açacaq. Kimliyindən asılı olmayaraq hər bir şəxs istər kurs yaxud təhsil şirkətləri, yaxud hər hansı bir növ şəxsi formatda ingilis dili olsun, ispan dili olsun, italyan dili olsun, öyrənib özünün inkişaf proqramları hazırlaya bilər özü tərəfindən. Yəni şərt deyil ki, hər hansı bir növ kurslara gedəsən, yaxud təhsil müəssisələrinə gedib pul vəsaitlə başvurub öyrənəsən. Xeyr. Əslində nə üçün belə deyək, yorğunçuluq, nə üçün Lordla bir səslənən ifadə var, axot yoxdur ifadəsi. Dil öyrənməkdən qaçırlar. Çünki təbii ki, müəyyən qədər əziyyət tələb edir. Yəni öyrənib o proqramı başa çıxana qədər insanlar müəyyən təməl olaraq 3 belə deyək, prosedur var ki, oradan keçməlidirlər. Həmin göz yaddaşı ilə proqramın hazırlanması ilkin mərhələ deyilir buna. Orta mərhələdə həmin proqramın 50% beyinə yeridilməsi, məsələn, ingilis dili olsun, məsələn, qrammatikası, yaxud belə deyək, mətnlərin hazırlanması, pronunciation deyirlər, tələffüz qaydasının müəyyən qədər etaba gəlib çatdırılması və son olaraq üçüncü prosedur ondan ibarətdir ki, artıq həmin dili danışıq fazasına gətirmək. Əslində bir növ yenə də hansı istiqamətə dəyişsə, bu mövzu maddi imkanın zəifliyindən qaynaqlanır. Təbii ki, insana müasir dövrdə motivasiya verən 50% acı reallıq olsa da puldur. Çünki insan həyat fəaliyyətinin müəyyən mərhələsində artıq 20'li yaşlara gəldiyi təqdirdə, özünə bir iş qurmadığı təqdirdə, 30'lu, 40'lı yaşlara gəldiyi təqdirdə çox əziyyətlər çəkəcək. Təbii ki, dil bilməməsi, kompüter biliklərinin olmaması, yaxud həyat fəaliyyətində heç bir müsbətə doğru televiziya yarışları olsun, hər hansı bir növ intellektual fazası olsun, onu inkişaf etdirməməsi ona müəyyən çətinliklər yaradacaq. Ona görə buna son qoymağın ən yaxşı yolu heç bir kəsə, heç bir mənfi verilən tövsiyələrə təbii ki, qulaq asmayın. Dil öyrənmək istəyirsən, YouTube-da doludur əksər videolar. Əlini atırsan 50 video çıxır qarşına. Ona görə ən azından ilk addım atmaq lazımdır. Deməli, hər şey nədən başlayır? İlk addım fazasından. İlk addımı atdığın təqdirdə, təbii ki, şəxsi həyat fəaliyyətin də ən azından 100-ün 30%-i yerinə düşəcək. Bu qədər.